Ağsaqqallar Şurasının sədri Arif Rəhimzadə deyir ki, burada nə var ki, SSR bayrağı qaldırılır da, bu demokratiyadır. Yəni biz sizə bunu kim bilir? Yap Ağsaqqallar Şurasının sədri, yəni yap da bir Ağsaqqallar Şurasının normal sədri tapılmadı ki, bunu qoysunlar. Deyir, burada nə var ki, yəni Azərbaycanı işğal edən ölkənin bayrağı gəzdirir. Bu adam deyir ki, burada nə var? Arif Rəhimzadə həmin o Arif Rəhimzadədir ki, 1991-ci ildə Azərbaycanın SSR-də qalmasına dəstək verən, səs verən bir adam oldu və indiyə qədər vəzifələrdə olub, müxtəlif vitse-spikerlikdən tutmuş, deputatlıq, indi də deputatdır, Yap Ağsaqqallar Şurasının sədri və s. Yəni bu hakimiyyətin əsas simalarından olub və indi jurnalistlər mənə sual verir ki, neyəyək? Bax, bunu eləyək. Görürsünüzmü? Mən də oynarım, Georgiy lenti giyinən və yaxud da bu SSR bayrağını daşıyan o 3-4 nəfər gədə-gülə təhlükə ediyor və təhlükələr bax, başda oturub Arif Rəhimzadələr simasında və yaxud da hələ də Rus dilini daha səviyyəli dil bilənlər, ya da digər deputat komitə sədri özü də müxalifətdən təmsil olunur. Deyir ki, Qacar dövrünü, Şah babamız Qacar dövrünü qara dövr adlandırır, Rusun işğalını isə işıqlı dövr adlandırır. Axundovu böyük mütəfəkkir adlandırır, hansı ki Axundov Rus çar paqonunu geyinib öz xalqını aşağılamaqla məşğul olub. Bütün Rus mütəfəkkirləri öz xalqını "Prощай, немытая Россия, страна рабов, страна господ" məşhur ifadə var. Öz dövləti haqqında Rus mütəfəkkirləri bunu deyib. Bizim də dırnaqarası mütəfəkkirlər Axundovdan tutmuş indiyə qədər məsəl üçün Arif Rəhimzadə kimlər, Fazil Mustafa kimlər, biri Yapdandır, biri müxalifətdəndir. Rus dönəminin ağ dönəm adlandırır, daha inkişaf dönəm adlandırır. Bizim bir İslam arxasını yumayan, iyilənən bir dövlətin, xalqın nümayəndələrini bizə nümunə kimi, elm, inkişaf kimi, savad səviyyə kimi göstərirlər. Bizim isə babalarımızın dövlətlərini bir qaranlıq kimi göstərirlər indiyə qədər. Biz bundan qurtulmalıyıq. Siz nəyə qoyub 3-4 dənə yoxsa gədə SSR parçasını, əski parçasını götürüb gəzirlər. O təhlükədir, təhlükələr başda oturub. Hələ də söz sahibidirlər. Bunlar da bunu təbliğ edirlər. Yap iqtidarı ilə, onun ağsaqqalı, birinci ağsaqqalı Arif Rəhimzadə durub deyir ki, burada nə var ki, demokratiya. Onda o təfəkkürlə, ay Arif Rəhimzadə, gəl onda biri də sabah Sadvalın bayrağını qaldırsın, deyir ki, demokratik ölkədir, burada nə var ki, qaldırıb. Biri də Əl-İkramın əski parçasını qaldırsın, deyir ki, qaldırıb, demokratik ölkədir. Nə var ki, biri PKK-nın bayrağını qaldırsın, demokratik ölkədir. Biri Daişin bayrağını qaldırsın, onda ay Arif Rəhimzadə, onda da elə danışacaqsan. SSR terror dövləti və bu terror dövləti 70 il bizi işğal edib, bizim bütün mütəfəkkir ziyanlarımızı öldürüb və onun yerinə səni kimi Arif Rəhimzadələr qalıb. Və sən kimlərdə belə çıxışlar edir və sən kimlərdə Anadolu türkçəsindən Azərbaycan türkçəsinə tərcümə edir. Problem odur və problem həm də bizim cəmiyyətdədir, xalqdadır. O Facebookda dünən baxıram, Çexov, Rus siyasisi Çexovun bir statı gətirib paylaşıblar ki, deyib ki, bu Bakıda olan zaman deyib ki, bu nə şəhərdir, neft yiyilənir, belə şəhər olar. Hər yerdə fars sifətləri görürük. Yəni fars sifətlər, yəni bizi dik görürük. Bu bir Rus şovinizminin göstərisidir. Və orada biz Azərbaycanlılar aşağıda nədir? Çexovda nə üstüsü düz deyirdi. Onların yarısından çoxu qanmırlar ki, orada fars sifəti, yəni bizi təhqir eləməkdir. Bu irqiçilikdir, bu milliyyətçilikdir, bu Rus şovinizmidir. Onu görən yoxdur. Və deyir ki, düz deyir də Çexov. Və bu təfəkkürlə, bu yanaşmayla, bu cəmiyyətlə bizdə hələ çox əski parçalar qalxacaq.